Samindir, necəsən? Nə var, nə yox? Kim? Samindir, Samin, nətərsən? Sami sənsən, nə var, nə yox? Vəziyyət, şir. Yaxşıyam, çox sağ olasın. Haralardasan? Mən gezirəm özüm üçün, avara görürsün. Sən nə edirsən? Mən də salamatsız, Allaha şükür. Dedim, hərdən bir görüşərdi. Bir söz, mənə neçə dənə adamlar soruşdu da həmişə da. Bilmirəm, dedim, qoy sən gəlin özü deyim. Deyirlər, sən orada zapsda demişsən ki, gedəcəm İranın əmniyyətinə rast gətirəcəm. O nə demişdin ki? Mən qulaq asmamışam, elə hamı mənə deyir ki, belə şey demişdi. Nə gətirəcəm? Nə bilim, deyirlər, gedəcəksən İrana sübut gətirməlisin, nə demişsən, zapsda deyirlər düşüb. Düz sözdür, elə bir şey olub yox şey. Mən qulaq asmamışam zapsa. Hansı zapsda? Biz o vaxt söhbət eləmişdik, söhbətimiz yadımızdadır, yadındadır, Adil, mən. Yox, Adil mənə dedi ki, sən ged Qurtubiden mətin dəlili gətir. Hə. Mən dedim ki, İrana müsabiqə etməliyəm, qayıdım gətirəcəm. Sən də şahid oldun, qayıtdım, yenə həmin yerdə iftar sürəsi verdi. Sən bilməm, gəlmişdi, gəlməmişdi. Yox, gəlməmişdim. Hə, sənlə Adil gəlmədi, Zobri qardaş da gəlmişdi. Ben demişdi gəlin. Bəli. Neçə dəfə dəvət göndərdi, həmin o Səbuhi evində elə həmin yerdə iftar sürəsi düzəltdi. Mən Azərbaycan dedim onda. Bilmirəm, ondan sonra elə mən o 10 dənə cavab kimi onu təvəssül şəfaatçıdan o diski buraxdım. O bəhsin davamı kimi. Mən heç yadımda deyil. 4 dəfədə, bir də o Şahin var, Bilmirəm ha. İslamın üstündə tələbi oldu, Sələfi. Aha. Onun vasitəsilə, bir dəfə Moskvan vermağında işləyən Fərid var idi, onun vasitəsilə, 2 dəfə də Ceyran Vatan sələfləri vasitəsilə xəbər göndərdim Adilə. Adil demiş ki, Müzəffər təslim oldu, məğlubiyyətin bildirdi, 2 nəfər də döndü Vəhabı oldu, güya İlham var, Təcəl oğlan, beni çağırmışdı, o güya Vəhabı olub. Mən də zəng elədim, soruşdum hamıdan, dedilər ki, boş söhbətdir, geri Adillə danışaq dedim lazımdır, Sovet də yaymışdı, belə söhbətlər yaymışdı. Qaldı ki, o uşaqların dəyişməyə o dəyişmişdi, o yalan söz deyir, mən sən 100% deyirəm, dəyişməyə Kim dəyişmişdi? Onlar həmin adlı çəkdikləri. Kim, İlhamla mən danışdım axı? Yox, ikisi biri, birini bilmirəm. İkisi heç kəs orada dəyişməyib. 100%. Milyard faiz, heç kəs dəyişməyib. Əksinə mənə təşəkkür edilər ki, Abdullah elə danışmış ki, biz deyib Vəssalamda şiəlik batdı. Şükür Allaha başa saldın ki, bunlar özlərində də dəlil çatışmamazlığı çoxdur. Yaxşı, onda mən, məsələn, hansı dəlil çatışmamazlığı oldu orada, başa düşmədim. Necə? O, bizdə hansı dəlil çatışmamazlığı oldu ki, orada bəyəm? Cin surəsi 18-ci ayə, La ilahe Allahi əhədə. Aha, nə idi ki orada? Mənim sözüm bu idi ki, yəni sənin yanında Adil edim, Adil qəttanı ver mənə. Götürdü, verdirdim, mən müşrik oldum, Allah'tan istəməydim, səndən istədim. Onda 7-də başladı danışmağa, mən də gördüm ki, imkan vermiş danışmağa, mən dayandı. Neçə mi? 7 nəfər idiniz, nə neçədir? Yox, qaldı ki, Allah'tan ki, bəyəm 55 hədisləri yoxdur ki, Allah'tan başqasından kömək istəmək olmaz. Allah'ın izni ilə olar. Allah'ın izni olar sözünü işlədiblər olar? Bəli. Harada hədis yapa bilərsən mi Allah'ın izni ilə kömək istəmək olar? Yəni, ayə taparam. Allah'ın izni ilə kömək istəmək olar, belə? Bəli. Bax, xahiş edən fırlatma olmasın. Bax, deyən, ayə gətir mənə ki, Allah Quranı deyir ki, Allah'ın izni ilə... Yox, bir kənə istəydim biləm. Yox, telefon söhbətlə görüşüb danışaraq. Salam aleykum. Aleykümselam. Necəsən qardaş? Elhamdülillah, Allah razı olsun. Mənəm qardaş. Necəsən qardaş? Elhamdülillah, yavaş ol. Sən necəsən? Keçmiş bayramın da mübarək. Sağ olsun, Allah razı olsun. Axı səndən bir söz soruşmaq istəyirdim, dəqiqləşdirmək istəyirdim daha doğrusu. Bu Saminlə Mirzəfər telefon danışığı var. Orada o vaxt Adillə Saminin söhbəti var idi ya, tövhid bəhsi. MP3 yazılmışdı ya, çoxdan olan söhbət. Mirzəfərlə Adil Samin. Orada Mirzəfər deyir ki, mən İrana gedib gələcəm. Cin surəsi 18-ci ayə. Sonra Əli radiyallahu anh'ın deyir ki, orada namazdan üstündür. Orada bir neçə suallar verilir. Mirzəfər cavab verə bilmir. Deyir, gedəcəm İrana, dəlillərimi gətirəcəm. Ən əsasda Cin surəsi 18-ci ayəyə. Sonra Samin ona zəng elədi, telefondan əlaqə saxladı. Samin dedi ki, bəs eşitmişəm bir neçə nəfərdən ki, bəs sən demişsən ki, İrana gedib gələcəm, eləyəcəm. Düz deyildi, Saminin yadında qalmayıb da o Mirzəfərin orada söz verməyi, İrana gedib gəlməyi, deyir, mən dinləməmişəm. Yəni bir sözlə, Mirzəfər orada deyir ki, mən İrana gedib gələndən sonra, eşidirsən məni qardaş?
Bəli. Hə, Mirzəfər deyir ki, mən İrana gedib gələndən sonra Ceyranbatan sələfləri ilə, yəni bir neçə qardaşın orada adını çəkir. Mən dəvət üçün sizi dəvət elədim ki, bəhsi davam elətdirməyə. Sizdən xəbər çıxmadı. Mirzəfərin dedi, həmçinin də sənin adını çəkir orada. Deyir, bəs, yəni Şahinlə də söz göndərdim, yəni Şahinlə də şey elədim. Yəni sizdən bir xəbər çıxmadı. Onu dəqiqləşdirmək istəyirdim. Mirzəfər səni ilə həqiqətən də söz göndərib Adillə Saminə, yoxsa necə? Bu yalandır, yoxsa necə? Buna bir aydınlıq verərdim. Yox, aslında böyle şey olmuyor. Yani o Hasan yani söz gönderip ben böyle bir şey hatırlamıyorum. Ben ona hani neden mesela bir defa görüşmüşüm. Hem de ki o bana söz gönderseydi hiç o çaktırardım. Yani eğer böyle olsaydı ki, Ömer deseydi ki yani Samine dinen veya Adile dinen ki gelsin görüşelim. Ben hiç o çaktırardım. Yani böyle bir şey olmuyor. Bir de ki eğer doğrudan da istəyirsə ki, Adil'le görüşmək, Sami'yle görüşmək, ki Adil'in veya Sami'nin veya başkasına yani. Telefon nömrəsini alma, tapmaq, yani buna ne var ki? Yani o isteseydi bunu ederdi. Aydındır. Aydındır. Yo, indi onun telefonda dediyini deyirəm də. Biz də indi istədik dəqiqləşdirək. Yəni o səndən söz göndərib ya yox. Yani bunu bilmək istəyirdik. Böyle bir şey olmuyor. Olsaydı ben çaktırardım axı. Olsaydı en azından çaktırardım yani emanetli diye. Hem de şu yanda deyirəm, o adam olmasın da başkası. Kimse görüşmek istəyirsə, yani Adil'in de Sami'nin de başkasının nömrəsini tapmağına var ki. İstəyərdi, tapardı, dəngiliyib, çağırardı, görüşərdi. Yasama. Düzdür qardaş, hə də bəhanədir də bir sözlə. Tabii ki. Oldu qardaş, Allah razı olsun. Sadəcə olaraq dəqiqləşdirmək istəyirdim. Ona görə bilmək istəyirdik ki, yəni belə bir şey var ya yoxdur. Oldu qardaş, Allah razı olsun. Selamun aleyküm və rəhmətullah və rəhmətullah. Aleykümselam və rəhmətullah. Ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. Əleyhinə şahidlik edəcəyiniz şəxslərin varlı və ya kasıb olmasından asılı olmayaraq, Allah onların hər ikisinə daha yaxındır. Arzularınıza uyaraq haqdan uzaqlaşmayın. Əgər siz yalan danışsanız və ya həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki,